Bu dərsimizdə JavaScript və digər bütün proqramlaşma dillərinin ən vacib xüsusiyyətlərindən biri olan variablelar, yəni dəyişənlər haqqında danışmış olacaq. Əvvəlcə HTML sənədimizi formalaşdıraq və JavaScript və HTML səhifəmiz arasındakı əlaqəmizi script vasitəsilə yaradaq. Script tagi source atributunu isə ders.js yazaraq HTML və JavaScript faylımız arasında əlaqə yaratmış oluruq. Daha sonra variable mövzumuza keçid etməmişdən öncə HTML sənədimiz üzərində yaza biləcəyimiz, yəni JavaScript-də nəticələrimizi HTML üzərində göstərə biləcəyimiz üsullar haqqında danışaq. Bunların üzərindən danışdığımız zaman ən sadə üsul olan alert'i ilk öncə tanımış olaq. Alert dediyimiz zaman bizim HTML səhifəmizə bu şəkildə bir bildiriş çıxmış olur. Və bildirişdə domenimiz və yaxud da hal-hazırda açdığımız portumuzdan bir ifadənin qayıtdığını görürük və OK düyməsinə kliklədiyimiz zaman isə bu pəncərə bağlanmış olur. Biz alert daxilində hər hansısa bir ədəd göndərə və onu browserimizin ekranında görmüş ola bilərik. Və yaxud da string ifadə, yəni sətir tipində bir yazı yazaraq, onu da alert tabımızın içərisində bu şəkildə render edib göstərə bilərik. Növbəti üsulumuz olan document write haqqında danışaq. Document .write vasitəsilə biz HTML sənədimizin body hissəsinə hər hansısa bir məlumatı yaza bilərik. Burada da alertdə olduğu kimi ədəd və ya hər hansısa bir string ifadə istifadə edə bilərik. Növbəti üsulumuz console bölməsi olmuş olacaq. Console.log vasitəsilə biz HTML sənədimiz içərisindəki yerləşdirilmiş inspect bölməsindən daxil olaraq burada console tabına keçid edirik və console tabının içərisində biz JavaScript-dən göndərdiyimiz hər hansısa bir cavabı, yəni nəticəni və yaxud da baş vermiş hər hansısa bir erroru görmüş ola bilərik. Məsələn, kod sətrimizdə hər hansısa bir səhv etdiyimiz zaman konsolda error olaraq bunu görmüş olacaq. Console 1 is not defined. Yəni console 1 deyə bir funksiyamız, bir variable'ımız olmadığına görə bu şəkildə bir error ilə qarşılaşdıq. Bu error tipləri haqqında növbəti dərslərimizdə danışmış olacaq. Hələ ki console loqu tanıyaq. Console log içərisində digərlərində olduğu kimi hər hansısa bir ədəd olan ifadəmizi və yaxud da hər hansısa bir mətnimizi konsol tabında yerləşdirmiş ola bilərik. Bunlar üzərində danışdıqdan sonra ən sadə tiplərimizdən olan ədədlər haqqında danışaq. Yəni number tiplərimiz. Numberlar, yəni ədədlər, bu şəkildə yazaq. Number, ədədlər üzərində biz riyaziyyatda bildiyimiz bütün əməlləri icra edə bilirik və ədədlərimizi yaratdığımız zaman sadəcə olaraq, ən sadə üsul olaraq var haqqında danışaq. Var, dəyişənlərin yaradılmasının JavaScript-də ən klassik və ən sadə üsullarından biridir. Var vasitəsilə yazdıqdan sonra dəyişənimizə bir ad veririk. Məsələn, A deyə bir ad verək. Var A bərabərdir 5 deyə qiymət mənimsətmiş oluruq. Və artıq var tipimizin içərisində yerləşdirilmiş A ifadəmiz ədəd tipindədir və üzərində istənilən riyazi əməlimizi formalaşdıra bilərik. Digər bir dəyişənimizi formalaşdıraq. Var B bərabərdir. String ifadələr isə dırnaqda yazılır. Yəni dırnaq vasitəsilə biz hər hansısa bir string ifadəmizi yaratmış oluruq. Bunun səbəbi haqqında danışacaq. Əvvəlcə stringin içərisində bir salam sözünü qeyd etmiş olaq. Console vasitəsilə console.log A və console.log B ifadələrimizi konsol üzərində çap etmiş olaq. Gördüyümüz kimi 5 və salam qiymətləri konsol üzərində öz əksini tapmış oldu. Stringlər tək və ya cüt dırnaqda yazıla bilər və bunun JavaScript tərəfdə heç bir fərqi yoxdur. JavaScript hər iki dırnağı eyni şəkildə qəbul etmiş olur. Stringlərin dırnaqda yazılma səbəbi nədir? Stringlər dırnaqda yazılma səbəbi bundan ibarətdir ki, biz bu stringin içərisində, məsələn, var sözünü və yaxud da konsol sözünü ekrana çap etmək istəsək, bu zaman konsol sözünün string olduğunu və ya JavaScript və yaxud da proqramlaşma dillərində olan keywordlər, yəni açar söz olduğunu başa düşmək üçün, JavaScript'in bunu qəbul etmək üçün biz dırnaqdan istifadə edirik. Yəni, açar sözlər və stringlər arasındakı fərqi yaratmaq üçün dırnaqdan istifadə olunur. Ədədlərdə niyə belə bir sıxıntı yoxdur? Çünki heç bir açar söz və yaxud da heç bir variablelarımızın adı ədəd ilə başlaya bilməz. Variablelarımızın təyin olunduğu zaman onların adlandırılması haqqında danışaq. Hər hansısa bir variable yaratdığımız zaman biz mütləq şəkildə string ifadədən, yəni məsələn var ədəd bərabərdir
7 deyək. Belə bir adlandırma edə bilərik. Yaratdığımız variablelar və yaxud da keywordlər ədəd ilə başlaya bilməz. Burada qaydalar nədir? Ya string ilə başlamalıdır, ya altdan xətt ilə başlandırılmalıdır. Altdan xətt ədəd yaza bilərsiniz və ya dollar vasitəsilə başlada bilərsiniz. Yəni, bu üç üsulun arasında heç bir fərq olmuş olmayacaq. Sadəcə olaraq, altdan xətt və dollar haqqında danışası olsaq, proqramlaşma dilindən məxsus bir xüsusiyyət olmadığını öncədən qeyd etməliyik. Altdan xətt və yaxud da dollar ilə ifadə sadəcə olaraq proqramçılar arasında geniş yayılmış bir üsuldur və vacib, yəni daha belə deyək, vacib olan variablelarımızı yaratdığımız zaman dollar və yaxud da altdan xəttdən proqramçılar adətən populyar olaraq istifadə edirlər. Bu, onun sadəcə olaraq vacibliyini göstərir. Proqramlaşmaya heç bir aidiyyatı yoxdur. Variablelarımızın digər yaradılma üsulları haqqında danışaq. Biz variablelarımızı yarattığımız zaman 3 komandadan hər hansısa birindən istifadə edə bilərik. Bunlar arasındakı fərq haqqında danışmağa başlayaq. Birincisi var, ikincisi let, üçüncüsü constant. Bu açar sözlərdən hər hansısa birindən istifadə edərək biz bir variable formalaşdıra bilərik. Bunlar arasındakı fərq nədir? İlk iki, yəni var və let və digər tip olan constant haqqında danışmağa başlayaq. Constant tipi ilə yaratdığımız dəyişənlərin qiymətini sonradan dəyişə bilmirik. Yəni, yaratdığımız zaman sabit bir dəyişən formalaşdırmış oluruq. Məsələn, constant a bərabərdir 5 yazaq. Daha sonra a bərabərdir 7 qiymətini mənimsə etməyə çalışdığımız zaman konsol üzərində belə bir errorla qarşılaşırıq. Constant variableları qiymətini sonradan dəyişdirmək mümkün deyil. Sabit dəyişən yarattığımız zaman biz konstantdan istifadə etmiş olacaq. Digər iki tip arasındakı fərqlər haqqında danışaq. Var açar sözü JavaScript-in və yaxud da digər proqramlaşma dillərinin hər birində istifadə olunan bir açar sözdür və JavaScript-də klassik variable yaradılması adlandırılır. Var ilə biz qlobal bir dəyişən yaradırıq. Məsələn, var a bərabərdir 5 qiymətini mənimsədirik. Daha sonra a bərabərdir 7 olaraq bu qiyməti dəyişib onu konsola verməyə çalışaq. Console.log edirəm a və bu konsolu 2 ardıcıllıqla verirəm. İlk öncə var a bərabərdir 5 deyirəm və 5 qiymətini konsola yazıram. Daha sonra var a bərabərdir 7 qiymətləndirərək yenidən onu konsola yazdırıram. Daha doğrusu var sözü yazmadan a-nın qiymətini dəyişməyə çalışıram və konsolda ilk öncə konsol nəticəsinin 5, daha sonra isə 7 olduğunu görmüş oluruq. Gəlin bunu let ilə yoxlayaq. Let a bərabərdir 5 və a-nın qiymətini sonradan dəyişək. Bu şəkildə kod yazdığımız zaman bizim üçün heç bir nəticə fərqi yaranmış olmayacaq. Yəni, let və var arasında bu şəkildə yazdığımız bir kod arasında heç bir dəyişiklik görməyəcək. Amma biz burada bu şəkildə bir kodlama etmiş olsaq, məsələn, var a bərabərdir 5, konsol a-nın qiymətini yaz, daha sonra var vasitəsilə yenidən a-nı declare edirik, yəni yenidən yaradırıq və a-nın qiymətini dəyişirik. Bu şəkildə yazdığımız zaman heç bir problem olmayacaq, yalnız let vasitəsilə bu işi görməyə çalışsaq, artıq biz burada error ilə qarşılaşacaq və a-nın artıq yaradıldığını, yəni declared olduğunu görmüş olacaq. Yəni, let ilə yazdığımız variable yenidən eyni ad ilə yaradıla bilməz. Bunlar arasındakı ilk fərq bundan ibarətdir. İkinci fərq haqqında danışaq. Let block variable tanıtma üsuludur. Yəni, scope daxilində keçərli olan bir variabledır. Nə deməkdir bu? Məsələn, let a bərabərdir 5 qiymətini formalaşdırıram və aşağıda bir scope açıram. Hər hansısa bir şərt və yaxud da funksiya olmuş ola bilər. Məsələn, hələ ki görmədiyimiz bir şərt üsulundan istifadə eləyək. Deyək ki, əgər bu şəkildə yazırıq, biz if-i növbəti dəstəmizdə görmüş olacaq. Əgər a böyükdürsə 1-dən a bərabərdir 7 qiymətini mənimsət və konsola .log elə a-nı bu şəkildə yazırıq və if-dən sonra yenidən a-nı konsola verməyə çalışaq. Console.log a qiymətini mənimsədək. Bu şəkildə yazdığımız zaman kod bu şəkildə oxunacaq. A declare olunacaq. Daha sonra a 1-dən böyükdürsə, bəli, bu şərt ödənəcək və a-nın qiymətini 7-yə mənimsədib sonra konsola vermiş olacaq. Və daha sonra if-in çölündə yenidən a-nı konsola verəcək. Bu şəkildə yazdığımız zaman a hər iki tərəfində 7 qiymətini almış olacaq. Lakin əgər biz blokun içərisində, yəni scope daxilində, fiqur metod daxilində a-nın qiymətini yenidən declare eləməyə çalışsaq, bu zaman
bu qıraqdakı A ilə içəridəki A tam olaraq fərqli A-lar olmuş olacaq. Yəni, bu variable digər variabledan heç bir asılılığı yoxdur, yeni yaradılmış bir variabledır. Amma bunu var ilə yoxlamağa çalışsaq, burada artıq var və letin ikinci fərqini görmüş olacaq. Yəni, var ilə yazdığımız açar sözlər skop daxilində keçərli deyil. Yəni, skop daxilində adi variable'ın üzərində dəyişiklik etmiş oluruq. İkinci fərq isə bundan ibarətdir. Let ECMAScript vasitəsilə JavaScript dünyasına daxil olan bir şeydir. Bunu da növbəti dərslərimizdə daha yaxşı başa düşməyə çalışacaq. Yazdığımız bütün dəyişikliklər, yəni yazdığımız bütün kodlar string variable'lar üzərində də keçərlidir. Növbəti dərsimizdə ədədlər və ya stringlər və digər tiplərimizi yaradacaq və onlar üzərində dəyişikliklər etməyə başlayacaq.